Müasir alimlərdən biri Ayətullah Nuri Həmədani. Tanıyırsınız, sağdır, Allah hifz eləsin. Azərbaycana da səfər edib. Nuri Həmədani çox gözəl bir kitab yazmışdır. Elə kitabın özü dinimizdə araşdırmanı aparıb ki, görəsən, yad planetlilər bizdən əlavə fəzalarda, göylərdə yaşayan var ya yox, orada maraqlı araşdırmalar gətirib. Həm Rus alimlərindən, həm Amerika alimlərindən, NASA'nın özündən, onun özü də buyurur ki, alimlərin araşdırması göstərir ki, bizdən əlavə bu günəş sistemi ki var, biz yaşayırıq, bu günəş sistemindən əlavə sistemlər var, günəş sistemləri var. Bizim sistemin bir günəşi var, digərləri də var. Və o cümlədəndir ki, bizim qalaktikadan əlavə də bilmədiyimiz, hətta stat gətirir, 1000 milyon kürələr var. Yer kürəsi onlardan biridir. Sonra Şura surəsinin 29-cu ayəsini Nuri Həmədani, Allah hifz etsin, gətirir buna dəlil. Sonra buyurur ki, yerlərdə və göydə varlıqlar var və iki nöqtəyə burada işarəli. Bir, deməli Quran deyir, onlar sakindirlər, canlıdırlar. İki, Allah Teala buyurur ki, Şura surəsində istədiyi vaxt onları bir yerə yığacaq. Yəni yer kürəsində yaşayanlarla göydə yaşayanlar bir yerə yığılacaq. İndi bizim onlarla rabitəmiz yoxdur. Amma ola bilər gələcəkdə bizim yer üzərində yaşayanlarla, yer kürəsində yaşayanlarla digər aylarda, ulduzlarda mı deyək, kəhkəşanlarda varlıqlar ki var göylərdə, onlarla bizim aramızda əlaqə də qurula bilsin. Allah Taala'nın buyurduğuna əsasən Allah istəsə onları bir yerə yığa bilər. Göydə yaşayanları, yerdə yaşayanları. Əlbəttə onun buyurduğu bir təfsirə əsasən.